Bəzi məsələlər var ki, yəni deməsən də alınmır. Deməli, bura Cəlilabad Tibb Kollecidir. Portal qeyd olunub. Görürsünüz ki, Cəlilabad Tibb Kolleci və belə deyək. Baxın, ayın 12-si müraciət göndərilib. Bu gün ayın artıq neçəsi burada qeyd olunur? 16-sıdır. Sabah da portal qeydinin vaxtı bitir və hələ valideyn ödəniş eləməlidir. Yəni digər məsələlər var da. Hələ baxış göstərir. Yəni bu nə böyük bir işdir ki, yəni bu sizin işiniz onsuz da bundan ibarətdir. Yəni bunu da eləmirsinizsə nəyə işlədirsiniz bu kolleci? Bağlayın, yəni insanlar işin bilsin ki, burada tibb kolleci yoxdur. Yəni bu nə böyük bir işdir ki, təsəvvürən Cəlilabad Tibb Kollecinin nömrələrini axtarıram. Bir dənə normal nömrə çıxmayıb, bir dənə də normal nömrə yoxdur. Yenə də bu sağ olsun Səhiyyə Nazirliyinin saytında biz nömrə görürük. Bunu da zəng edirik, açan yoxdur. Yəni nömrə bir dənə bunu tapmışıq normal. Yəni, nə bilim ya vallahi, yəni həqiqətən də biz həmişə universitetlərin üstünə düşürük falan. İndi tibb kolleclər arasında daha spesifikdir də. Yəni belə görəndən sonra baxırsan ki, regionlarda doğrudan da bir dənə texniki məsələni görə bilmirlər bu insanları. Bu qədər yubadırlar, insanları həsrətdə saxlayır, telefonları açmırlar. Mən dediyim kimi də ən yaxşı yol budur ki, bağlayın bunu, geçsin də. Saxlamayın da. Elə buradan görünür ki, oranın təhsili də yəni hansı vəziyyətdədir. Yəqin ki, baxın, düzdür, bir gün 5 saat 4 dəqiqə vaxt qalır. Nəzarət yoxdur. Yəqin ki, mən düşünürəm ki, elə sıravi işçisindən rəhbərinə tutmuş hamısı bu formada işləyirlər. Mən bunu görə bilirəm.